Düz bax görüm. Haralsan? Qazaxlıyım da. Harasındansan? Qazaxın Məzəm kəndindən. Kişi kimi daha görüm bəkləş, harasındansan? Mama. Ay mama. Şəxsiyyət vəsiqəsində Qazaxlıyam. Qazax rayonunun Məzəm kəndindənəm. Yanvar ayının 1-də 2000-ci ildə oradan adam olmuşam güya. Amma əslində Birəsvardan adam olmuşam. 99-cu il 1999 noyabr ayının 5-də Birəsvardan adam olmuşam. 4 yaşımda Şəmkirə köçmüşük. 1-ci sinif Şəmkirdə başlamışam. 2-ci sinifdə Qazaxa köçmüşəm. Ondan sonra Qazaxda yaşamışam 17 yaşıma kimi. Universitetə qəbul olundan sonra Qazaxdan çıxmışam. Gəncədə oxumuşam. 4 il universitet oxuyandan sonra 4-cü kursda ərizəm yazıb öz istəyimlə universitetdən ayrılmışam. Bitirməmişəm universiteti. İndi də Bakıda yaşayıram. Qazaxa gəlib gedirəm ailəmi görmək üçün. Niyə Birəsvar, Şəmkir belə şeylər? Atamın işinə əlaqədar. Bayındır. Fərqli rayonlarda çox yaşamışıq. Ha? 2 dəqiqə oturmam. 2 dəqiqə.